Diyetanın 5-ci günündən hər kəsə salamlar. Dünənkindən 150 qram daha az çəki ilə açıram günü. Artıq daha yavaş gedir çəki atımı, amma ən azından hələ də davam edir. Günün ilk yeməyi elə möhtəşəm bir dad idi ki, 3 kəsə olsaydı inanın hamısını bitirərdim. Yarım banan, 3 qaşıq yulaf, 1 qaşıq kakao, yarım qaşıq darçın, 1 yumurtanı qarışdırıb yağsız tavada bişirdim. Kasanın altına isə yarım paket kəsmiklə 10 dut və 4də 1 stəkan suyu blenderdən keçirdim. Üzərinə də zövqə görə meyvə düzə bilərsiniz. Nə dərəcədə dietik oldu deyə bilmərəm. Məncə siz sadə qatıqla yesəz və meyvə olaraq sadəcə banan silsəz daha az kalorili olar. Amma dadı anlada biləcəyim bir şey deyil. Hər kəs bunu sınamalıdır. Vitamin də qəbul edib başladım axşam yeməyi hazırlığına. Səhər meyvəni çox yediyim üçün bugün günorta meyvə boşqabı hazırlamadım. Günün son yeməyi üçün 2 qaşıq mərcini qaynadıb duz, istiot və cəfəri ilə qarışdırdım. Top halına gətirib qatıq, turşu, xiyar və qaynadılmış gül kələmi ilə yüngül boşqab hazırladım. Axşam yeməyindən sonra isə saat yarım yeriyib günü sonlandırdım. Videoda yerləşdirməsəm də 2 litr su içməyə diqqət yetirirəm. Bu kimi videolar sizə maraqlısa dəstək üçün bəyənib daha çox paylaşımlar üçün səhifəmi izləyə bilərsiniz. Növbəti gündə görüşəndək hələlik.